Bugün peşə təmayüllü siniflər üçün müəllimlərin işə qəbulu imtahanı keçirilib. Bəzi imtahan iştirakçıları sualların nisbətən çətin olduğunu bildiriblər. İmtahan çox yaxşı keçdi. Suallar bir qədər çətin olsa belə, yəni rahat idi, yazmaq olurdu. İKT kompüter operatoru üzrə, fənn üzrə imtahan vermişdim. Balım 55 bal oldu. Paytaxtın bir sıra məktəblərində keçirilən imtahanların iştirakçılarına ümumilikdə 60 sual təqdim olunub. Ölkə üzrə 15 mərkəzdə ümumilikdə 2617 nəfər imtahan prosesinə cəlb olunur ki, bu vakansiyaların 56-sı qrup rəhbəri vəzifəsi üzrədir, 151 isə ixtisas müəllimi vakansiyası üzrədir. Ümumi müraciətçi sayımız 6000-ə yaxın olub və onlardan 3000-ə qədəri imtahan prosesinə cəlb olunub. İmtahandan ən yüksək balı toplayan 3 namizəd müsahibə mərhələsinə cəlb olunacaq ki, müsahibə mərhələsi zamanı biz namizədlərin nəzəri biliklərindən əlavə kompetensiyalarını qiymətləndirərək vəzifəyə ən uyğun namizədi müəyyənləşdirəcəyik. İmtahan iştirakçıları həm suallar, həm də əldə etdikləri nəticələr barədə danışıblar. İmtahan çox rahat keçdi. İKT Helpdesk üzrə imtahan verdim. 56 bal topladım. Bu istiqamətdə dərsimi ilə bağlı düşünürəm ki, həm sahə öyrənməkləri çox yaxşı bir şeydir. Məktəbdən artıq bir sahə öyrənib həyata qatılmaqları, hətta bir müddət universitet qəbulunu fikirləşmirlər. Müəllimlər üçün niyə görə yaxşı hesab edirəm? Məktəbdə işləyən, amma müəllimlik imtahanı verməyib işləmək istəyən insanlar var və onlar üçün məncə çox yaxşı bir fürsətdir bu. Dərsi ixtisası üzrə imtahan vermişdim. İmtahan çox yaxşı keçdi. Sualların çətinlik dərəcəsi də normal idi. Bildirilib ki, müsahibə mərhələsini uğurla başa vuran namizədlər əmək fəaliyyətinə cəlb olunacaqlar. Daha sonra onların metodiki və peşəkar bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə müvafiq təlimlər təşkil ediləcək. Nərmin Məmmədhəsənli, Şəhla Poladova, Davud İbrahimov, Xəzər xəbər.